İlham müəllim, Azərbaycan rəsmi Bakı ümumiyyətlə çox təmkin nümayiş etdirir bu məsələdə. Təbii ki, İranla bizim sərhədimiz 750 kilometrlik sərhədimiz var. İran yaxın qonşudur. İsraillə bizim dostluq münasibətlərimiz var, dost ölkədir. Hər iki ölkəyə qarşı Azərbaycan diplomatik siyasət yürüdərək balanslı siyasət yürüdür və yəni bunu bizim milli maraqlarımız tələb edir həm də. Amma o da var ki, bizim orada 20 milyondan artıq soydaşlarımız var. Onların taleyi də Azərbaycanı maraqlandırır. Yeri gəlmişkən bugün artıq Azərbaycan istiqamətindən bəyanat da İsrail müraciət olundu ki, yəni Azərbaycanlılar yaşayan bölgələr bombalanmasın. İstənilən halda bu müharibənin bizə mütləq şəkildə dəxli var. Həm soydaşlarımızın o təhlükəsizliyi baxımından, həm sərhədlərimizin yaxınlığı baxımından, həm də ən vacibi və o şüaların, o radioaktiv şüaların Azərbaycana indi havadır, bu quru yol deyil ki, havadır, onun keçməsi baxımından çox təhlükəlidir və buna görə də bu müharibənin daha tez qurtarması bizim marağımızdadır, nəinki digər ölkələrin. Bəli, haqlısınız, müharibə tamamilə Azərbaycan qonşuluğunda gedir. Bizim də sərhəd ölkədə gedir, sərhədyanı ölkədə gedir və bu baxımdan bu müharibənin fəsadları bütün region üçün, qonşu dövlətlər üçün də yaxşı heç nə vəd eləmir. Çox təhlükəlidir, təhdidlər mövcuddur. Xüsusilə də bu məsələlər nəzərə alıb Azərbaycan Xarici İşlər Nazirliyi elə dərhal müharibənin başlandığı gün bəyanat yaydı və bəyanatda bu qarşıdurmaya, bu konfrontasiyaya, bu münaqişəyə dinc yolla onun həllinə nail olmaq, bu münaqişənin, bu gərginliyin diplomatik danışıqlar vasitəsilə tənzimlənməsi məsələlərini dilə gətirdi. Bu ideyanı müdafiə elədi. Və eyni zamanda elə beynəlxalq təşkilatların da konkret adı göstərilməsi də beynəlxalq mexanizmlərdən istifadə etməklə elə bunu söylədi ki, bu imkanlardan istifadə edilməlidir və xüsusilə də bizim Xarici İşlər Nazirliyinin bəyanatında mülki əhali və mülki obyektlərin qorunması, onlara qarşı güc tətbiq edilməməsi ilə bağlı bir çağırış öz əksini tapmışdı. Bu haqlısınız, cürbəcür rəqəmlər səslənir, amma ən geniş yayılmış rəqəm odur ki, İran dövlətində bir 35-40 milyonluq bizim soydaşımız yaşayır. Onların taliyi bizim üçün çox vacibdir. Və məlum hadisələr fonunda nəzərə alsaq ki, Təbrizdə də İranın strateji əhəmiyyətli obyektləri var. Bu obyektlərin vurulması həyata keçirilərkən yerli əhali, yəni Azərbaycanlılara da qarşı orada çox ciddi təhlükələr, təhdidlər yaranır. Və köç halında olan insanların böyük bir qismi həm də bizim soydaşlarımızdır. Və bu məntiqlə çıxış edir Azərbaycan dövləti İsrail dövlətinə müraciət etdi ki, bu müharibənin gedişatında oradakı Azərbaycanlıların kompakt halında yaşadığı ərazilərlə bağlı xüsusi mövqedə olsun, yəni bunun reallığı nəzərə alsın, nəzərdən qaçırmasın. Çünki bu yerli əhalinin heç bir günahı yoxdur. Problem İsrail dövləti iləndir, İranın siyasi, hərbi elitası iləndir və burada yerli Azərbaycan əhalinin heç bir məsuliyyət daşımır və heç bir günahı yoxdur ki, onlar belə çox təhlükəli situasiyaların üzrə qalsın. Bu Azərbaycan dövlətinin prinsipal mövqeyidir və bu Azərbaycan dövlətinin də nəzərə alsaq ki, həm İsraillə strateji tərəfdaşlıq münasibətləri var, həm də İranla da bizim mehriban qonşuluq münasibətlərimiz var və çox istəyirik ki, bu münaqişə, bu gərginlik dinc yolla, diplomatik yollarla daha sürətli, daha tez öz həllini tapsın, öz məntiqi sonluğuna çatsın. Biz bunu istəyirik və bizim prinsipal bu dövlət mövqeyimizdir. Bu ideyanı biz müdafiə edirik. Ancaq hadisələrin gedişatı onu göstərir ki, konkret vaxt söyləmək xeyli çətinləşib. Hətta indidən bəzi İsrail hakimiyyətinə yaxın olan siyasi ekspertlər qeyd edirlər ki, ən azı iyun ayının sonuna qədər bu müharibə gedəcək və əvvəlki ilk 3 gün ərzində döyüşlər əsasən gecə vaxtında təsadüf edirdi. Hava zərbələri gecə vaxtlarındadır. İndi artıq gecə-gündüz söhbət yoxdur. Hər tərəf öz arsenalındakı bütün silahlardan istifadə edir ki, üstünlüyü əldə etsin və bundan da ən çox dinc əhali ziyan çəkir. Və siz fikir verirsiniz, Tehranın küçələrində kanalizasiyalar dağılıb, üfunət götürüb bütün şəhəri. Şəhərdə çox ciddi tıxaclar yaranıb, benzin, zapravka, o benzin doldurma məntəqələrində maşınların sayı hesabı yoxdur. Böyük tıxaclar yaranıb ki, Tehranı insanlar tərk edir. Xüsusilə də Trumpın son müraciəti ki, ölkəni, daha doğrusu paytaxtı sürətlə, təcili tərk etsinlər. Bu deməkdir ki, bunun ardınca çox dəhşətli bombalanma gələ bilər. Dinc insanlar ikisi olmasın deyə tərk etmə prosesi geniş yayılıb. Yəni qonşuluğumuzda çox dəhşətli proseslər yaşamaqdadır. 2005-2006-cı illərdən bu söhbət gəzirdi.
2005-2006, yəni 19-20 il bundan öncə bu deyilənlər haqqında danışırdılar. Bəli. Amma o zamanları bunun reallaşmadı və belə bir illüziyalar da var idi ki, yəni yenə də söz oyunudur, yenə də psixoloji müharibədir, psixoloji təzyiqdir. Amma bu dəfə vəziyyət fərqli oldu. Hərbi toqquşmalara gətirib çıxartdı. Bəli, artıq hərbi toqquşmadır və getdikcə buna hərbi toqquşma, hərbi deməli qarşı durma deyil, birbaşa müharibə ifadəsi daha çox işlədilməyə başlanıb.